Salam dostlar, bugün sizə bu gördüyünüz onlayn mağazanı necə yaratmışam, necə idarə olunur, hesablaşma və sifarişlər necə həyata keçirilir, müştərilərə necə xidmət göstərilir kimi məlumatlarıncı video hazırlamaq qərarına gəldim. 4 mərhələdə ətraflı izahını verəcəm. İlk öncə mybit.a səhifəsinə daxil oluruq. Buradan qeyddən keçirik və hesabımızı təsdiqləyirik. Daha sonra mail və telegram nömrəmizi təsdiqləyirik. Sistemin daxili xəbərdarlıq üçün bu bizə daha çox kömək olacaq. Daha sonra Marketplace bölməsini keçirik. Create Store düyməsini klikləyirik. Daha sonra onlayn mağaza ol düyməsini klikləyirik. Buradan market açmaq üçün platforma müraciət edirik. Gördüyünüz kimi platforma çox sadədir və minimal tələblər üzərinə qurulub. Bu xanalara doldururuq. Mağazanın adı, maili, nömrəsi, əgər adresi varsa adresini yazın. Yoxdursa freelancer işləyəcəksinizsə onu da qeyd edin. Daha sonra ətraflı bölməsinə mağaza haqqında qısa məlumatı yazın. Hansı sektor üzrə fəaliyyət göstərəcəksiniz? Göndər düyməsinə klikləyirik. Mybit tərəfindən adətən 12 saat ərzində təsdiq olunur. Əlavə sonra yaranarsa, rabitə əlaqəsi saxlayaraq öz statistikini tapacaq. Bu da sənədlər və ya doğrulamayan əlaqələrdir.